Gəlin təsəvvür eləyək ki, siz hansısa şirkətin prezidentisiniz, direktorusunuz. Bəli. Müavin olaraq siz həmin postda öz həyat yoldaşınızı seçərdinizmi? Yox. Niyə yox? Ona görə ki, şirkət rəisi olsam yoldaşım işləməz, evdə olar. Evdə olan neyə? Yəni evdə xanım olar da, niyə işləsin? O da işləyədi, pul qazanar. Yox, elə mən işləsəm kifayət eləyəcək. Vallahi, mən işləsəm kifayət eləyəcək. Dəqiq. Dəqiq 100%. Hansı şirkətin müdürü özünə yoldaşını götürür? Heç kim. Bir tanış dostunuz var da eləyib. Şimdi eləyib, значит, pulu çox istəyir. Gəlin təsəvvür eləyək, siz hansısa şirkətin prezidentisiniz, Anlıyorum. direktoru. Müavin olaraq siz öz həyat yoldaşını təyin eləyərdiniz həmin posta. O mən itir. Mən nə orta məktəb oxumuşam, Ha. nə ali məktəb oxumuşam. Aha. Elə 3-cü sinifdə qəbul olmuşam. Heç də baxmışam. Müdürsüz. Hə. Mən deyirəm ki, siz müavin seçməlisiniz özünüzə. Hə. Həyat yoldaşınızı gətirərdiniz həmin posta. Heç kimi. Belə bir tək oturardım öyle nə qədər oldu. Niyə seçməlisiniz? Niyə gətirəm kimsə yanıma? Niyə gətirmədiniz? Şərik olsun bə. Siz şərik olmadınız. Yox, mən heç də bilmirəm. Tək nə üçün tək elə? Öz həyat yoldaşınızı müavin qoyardınızmı? Yox. Niyə yox? Mən başa düşdüm sən nə demək istəyirsən. Yox, mən sual verirəm. Mən başa düşdüm. Yox. Okey, niyə yox? Yox, yox. Olmaz. Kim istəyər olar, kim istəməz olmaz. O rəhbərlərdən asılıdır. Siz amma rəhbər olsaydınız, eləməzdiniz. Rəhmətin o rəhbər olsaydım mən də eləyərdim də, eləməzdim. Mən də eləyərdim də. Xeyr. Niyə xeyr? Səbəb ki, öz həyat yoldaşım ev işləri ilə evdə. Uşağa, ailəyə, yeməyə, paltara ancaq bu məsələdən belə. Müavin amma seçməzdiniz. Təbii ki, yəni ki, kim istəyər ki, evdə uşaqlar bir kim baxsın, yemək, isvə, paltar, bunlar kim baxmalıdır ki? SSR vaxtından bəllidir ki, müavin həyat yoldaşı ola bilməz. Aha. Heç bir qohum orada olmaz. Çünki sonra o direktorun işləməyi çox ağır olar. Niyə? Prinsipal məsələlər çoxdur. Onu dövlət özü bilər. Mən o işə qarışmıram. Bunun dövlətinə də axı. Mənim o vəzifəyə qalxmağa nə haqqım var, nə də ki hüququm var. Mən deyirəm ki, təsəvvür eləyək. Yox, təsəvvürə mənim sözüm yox, qardaş. Mən dövlət işinə qarışmıram. Bunun dövlət, mən deyirəm ki, siz bir şirkətin direktorusunuz. Mən direktor olsaydım onu bilərdim ki, nə ayırmaq lazımdır. Amma direktor deyiləm, bilmirəm. Biraz xəyallar olacaq da. Biraz xəyallar olacaq. İndi o dövr deyil axı xəyalımız. Birinci demokratiyada yaşayırıq. Bu demokrat ölkədir bura. Aha. Azərbaycan əgər demokrat ölkədirsə, Aha. nətər olur? Mən oğlumu çağırıram, qızımı çağırıram, arvadımı çağırıram. Normal deyil o. Əlbəttə normal deyil. Bizim Niyə normal deyil? Siz bir müəssisənin rəhbərisiniz və rəhbərdən bəs adı seçki olmalıdır axı. Camaat səs verməlidir. Mən səni çağırıram, gəl prezident ol. Mən çağırıram. Aha. Mən prezidentim, hə? Ha. Sən də qoyuram köməkçi. Aha. Bax bu camaat, insanlar, cemaatın fikri, insanların fikri. Qoyun deyil, işi düz deyil. Xeyr, seçməz. Niyə? Ona görə ki, mən istəməzdim. Bir nəfər olmalıdır, o da mənəm prezident, düzdürmü? Aha. İkinci bir adam yoldaşımı istəməzdim. Səbəbi budur ki, evdə otursun, nəvələrimi saxlasın, belə körpə nəvələrdir. Aha. Nə gözəl. Hə. Ona görə ki, nəvə hamıdan şirindir, baladan nəvə şirindir. Sual odur ki, təsəvvür edin, siz hansısa şirkətin direktorusunuz. Müavin olaraq öz həyat yoldaşını seçərdiniz mənim posta? Ana işin gücün yoxdur sənin Allah. Niyə? Atamın yox, sənin işin gücün yoxdur. Niyə? Və get işindən məşğul. Parası var. Siz hansısa şirkətin prezidentisiniz, direktorusunuz. Buyur, harı getdiniz?